ancaq torpağı qorumaq üçün vuruşublar, döyüşüblər, həlak olublar, şəhid olublar. Şəhid olmaq hər bir insan üçün ən yüksək zirvəyə çatmaq. Ancaq biz istəməzdiniz ki, bizim gənclərimiz şəhid olsunlar. O qəhrəmanlar ki, o insanlar ki, o vuruşlarda, o döyüşlərdə şəhid olublar, canlarını qurban veriblər. Onlar bizim ordumuz üçün, hər bir əskər üçün örnek olmalıdır. Ben sevindim ki onların bir kısmının adları burada çekildi. Ve bütün hisselerde, harbi hisselerde onların foto şekilleri olmalıdır. Onların tercüme halları gösterilmelidir. Ve genç kursan görmelidir. Bu insan vətəni qorumaq üçün, torpağı qorumaq üçün şəhid olur. Biz ise bütün halk heç vaxt şəhid olan evlatlarımızın xatirəsini unutmayacağız. Ve bugün bu bayram günü onların şəhidliyə qalxmaq şücaətini, onların ruhunu bir dəqiqə sükutla yad etməyə xahiş edirəm.